Davam edək mənim əzizlərim balıq bürcləri ilə 22-28 dekabr həftəsi balıqları ilə gözləyir. Baxaq, görək balıqlar üçün nə gözləyir. Artıq həyatınızda artıq olan nə varsa, onlardan qurtulmaq istəyirsiniz. Deyirsiniz ki, mən yaradıcıyam, yəni əslində sizə bolluq, bərəkət gəlir. Bəzi hadisələr həyatınızda olur, sıradan gəlir, amma həmin o hadisələr həyata keçməyi sizi çox mutlu eləyir. Yəni, xırda şeylərdən mutlu ola bilirik. Dəstək, birlik istəyirik. Kartlar bizə deyir ki, özünüzü əslində ətrafınızda çox adam ola bilər, amma özünüzü tək hiss eləyirsiniz. Heç nə düşünmək istəmirsiniz. Yeni başlanğıc etmək istəyirsiniz. İstəyirsiniz ki, tamamlanasınız. Həyatınızda dincəlmək istəyirsiniz. Harasa çəkilib istirahət etmək istəyirsiniz və hətta bunu özünüz haqq etdiyinizi, yəni bir tətil keçirməyə haqq etdiyinizi düşünürsünüz və inşallah da elə olacaq, çünki yaxşı gəldi, çiçəklənmə yenidən. Amma siz keçmişə takılı qalmısınız. Qarma-qarışıq fikirlər, hansısa bir köhnə məsələləri ortaya gətirirsiniz və onunla bağlı düşüncə və fikirlərinizi deyirsiniz. Amma buna baxmayaraq sizin üçüncü göz açıqdır və hisslərinizlə hərəkət edirsiniz. Hər şey sanki yetişib, kimlərinsə iç üzünü ortaya çıxartmaq istəyirsiniz. Amma bunu etməyin. Siz müdrikliyinizi qoruyun, kompromisə getməyə bacarın. Hər şey sizin öz əlinizdədir. Yəni, bəzi şeylər var ki, biz onları yola verməliyik və yaxud da, belə deyək də, problem olmasın deyənə həmin hadisələrə yumuşaq yanaşmalıyıq. Birlik istəyirsiniz, bərabərlik istəyirsiniz, nəyisə qeyd etmək istəyirsiniz. İstəyirsiniz ki, neysə ümumiyyətlə qeyd eləyəcəksiniz. Bu birləşmə və yaxud da harasa qoşulmaq da ola bilər, əməkdaşlıq da ola bilər. Ola bilsin ki, iş axtarışında olanlar bununla bağlı bir xəbər eşitsin və yaxud da ola bilsin bir korporativ yığıncaq olsun, bununla bağlı qeyd eləyəsiniz. Amma burada balıqlar üçün göstərir ki, hər hansısa bir uğurunuzu qeyd eləyirsiniz. Uğurunuzu qeyd eləyirsiniz. Ani olaraq addımlar atmayasınız insanlarda, yəni ki, belə deyək də, kimlərinsə xətrinə dəyməyəsiniz. Çünki burada göstərir ki, sanki siz hər hansısa bir yük daşıyırsınız. Çiyinlərinizdə ağır yüklər var. İstəyirsiniz ki, bu bitsin, tamamlansın. Ona görə ani çıxışlar eləyib, yəni ki, belə deyək də, dava ola bilər, hansısa bir söz-söhbət ola bilər ailənizdə. Amma siz artıq hər şeyə oyanmışam, hər şeyin fərqindəyəm, amma siz qərarsızsınız. Ona görə kartlar sizə məsləhət görür ki, sakit olun, özünüzə geri dönün. Hələ yəni ki, bu sərt addımları atmayasınız. Görək sevgi mesajlarında kartlar balıqlar üçün nə məsləhət görür. Biraz kədər göstərir, üzüntü. Çünki ola bilər ki, sevdiyiniz şəxs tərəfindən hər hansısa bir qəlb qırıqlığı falan görünür, göz yaşı tökmək görünür. Amma əgər artıq qəlbiniz qırıqdırsa, keçən həftədən, bu həftə inşallah barışıq və bu qəlb yarası təmir olacaq və yeni il qabağı küsənlər barışacaq. Kimin qəlbi qırılıbsa, könlü alınacaq inşallah. Bu qədər balıqlar üçün.